Başlayaq. Demək, bu gün sifətdən başlayacağam. Sifətlə isə iki bölmə keçəcək. Sifət nədir? Əşyanın əlamət və keyfiyyətini bildirən əsas hissəsi nədir? Sifət deyilir. Əşya, zaten qrammatikada əşya demək nə deməkdir? İsim deməkdir. Sifət nəyə aid olur? İsmə aid olur. Yəni sifət nədən əvvəl gəlir? İsimdən əvvəl gəlir. Məsələn, ağıllı insan. Sifət isimdən əvvəl gəlir, onun əlamət və keyfiyyətini nə edir? Bildirir. Burada bir məsələni qeyd edeyim. Əlamətlə keyfiyyəti qeyd edeyim. Gözlə görülə bilən sifətlər əlamətdir. Gözlə görülə bilməyənlər isə keyfiyyətdir. Baxın, bir növ ismin konkret və müzərrədliyinə bənzəyir. Məsələn, rəng əlamətdir, çünki görürsən. Sonra görkəm bildirənlər əlamətdir, çünki görürsən. Keyfiyyət isə xarakterlə bağlı olanlardır. Gözlə görə bilməyənlərdir. Məsələn, keyfiyyət bildirənlər yaxşı, çalışqan, pis, mərd xarakterlə bağlıdır. Sonra dad bildirənlər şirin, acı, turş, dadlı. Bax bunlar. Əlamət gözlə görülə bilənlərdir. Keyfiyyət isə nədir? Gözlə görülə bilməyənlərdir. Sifətin üç sualı var. Necə, necə? Bir də eyni söz işlənmə yerinə görə əlamətdə bildirə bilər, keyfiyyətdə. Məsələn, deyirsən ki, gözəl qız əlamətdir, görürsən. Amma gözəl xarakter, gözəl insan bu isə keyfiyyətdir. Çünki burada görmürsən axı. Sifətin üç sualı var. Necə, nədir? Hansı suallarından birinə cavab verir? Hansı sualını iki tip sifətə vermək olar? Çı, çi, çü, bir də dakı, dəki. Yalnız bu iki şəkilçi ilə düzələn sözlərə hansı sualını vermək olar? Məsələn, evdəki hadisə, hansı hadisə? Dünənki məsələ, hansı hadisə? Çi və dakı ilə düzələnlərə nə edirsən? Hansı sualını verəcəksən? Burada sifətin mənaca növləri var. Bunlar çox asaddır. Rəngdir. Sadəcə siz əlamət və keyfiyyəti bilin. Buna ehtiyac yoxdur. Rəng, ağ, qırmızı, yaşıl, dad, keyfiyyət, görkəm, forma, həll. Gəldik nəyə? Sifətin quruluşça növlərinə. Sifətin quruluşça üç növ var. Digər nitq hissələrində klassik qaydadır, fərqli qayda deyil. Sadəcə şəkilçilərində biraz məsələ var. Demək, əlamət nədir? Sadə nədir? Yalnız kökdən və yaxud kök plus qrammatik şəkilçidən ibarət olan sifətlər sadədir. Düzəltmə sifətləri isə necə düzəldir? Leksik şəkilçilər vasitəsilə düzəlir. Düzəltmə sifətləri isə leksik şəkilçilər vasitəsilə düzəlir. Sifət düzəldən şəkilçilər də iki yerə bölünür. Biri var adlardan sifət düzəldənlər, bir də var feildən sifət düzəldənlər. Adlardan sifət deyəndə Azərbaycan dilində ad hansıdır? İsim, sifət, say, əvəzlik, zərf addır. İsim, sifət, say, əvəzlik, zərf addır. Feil isə ayrıca feildir. İndi adlardan sifət düzəldən şəkilçilərə baxaq. Hansılardır? L, li, lu, lü. Onu da qeyd edeyim ki, l, li, lu, lü həm isim düzəldir, həm sifət. Məsələn, Məmmədli, Kənanlı, burada isim düzəldir. Yağlı, duzlu, rəngli burada isə sifət düzəldir. Yəni anonim şəkilçisi. L və s şəkilçisi bir-birinə antonim şəkilçidir. Yağsız, duzsuz, gücsüz, rəngsiz L və s şəkilçi olaraq bir-birinə antonimdir. Sonra cılcıl, culcul var. Zarafatcıl, keyfcil, ölümcül, söhbətcil isimdən sifət düzəldir. I, i, u, ü şəkilçisi var. Narınc, narıncı, gümüş, gümüşü, armud, armudu, xurma, xurmayı, sürmə, sürməyi. Bir də sürməyi rəngdir. Tünd rənglə boz rəngin qarışığını deyirlər. Testlərdə görəcəksiniz. Dakı, dəki var, bir də ki var. Bunu bayaqlam qeyd elədik. Ki və dakı ilə düzələn sifətlər yalnızca nə edir? Hansı sualına cavab verir. Məsələn, evdəki, çöldəki, dünənki, bayaqki. Sonra lıqliç, luqluç var. Lıqliç, luqliçdə həm isim düzəldir, həm sifət düzəldir. Lıqliçlə isim necə düzəlir? Meşəlik, məsələn, bağlıq, düzənlik. Lıqliç, luqluç sifət də düzəldə bilir. Sonra ildən illik, illik plan, necə plan? Payızdan payızlıq, payızlıq məhsul, hansı məhsul? Sonra keş şəkilçisi var. Bir cürə yazılan leksik şəkilçisidir. Cəfakeş,
qayğıkeş, cəfakeş insan, necə insan? Sonra qayğıkeş insan, necə insan? Sonra dar şəkilçisi var. Əməkdar, evdar. Məsələn, əmək sözündən əməkdar. Sonra ev sözündən evdar. Sonra kar var. Kar da bir cürə yazılan leksik şəkilçidir. Sonra təmiz sözündən təmizkar, xilas xilaskar, füsunkar. İ-vi şəkilçisi var. Elm elmi, inqilab inqilabi, dairə dairəvi. Məsələn, dairəvi meydan, necə meydan? Pərəst-pərvər var. Bunlar da sifət düzəldir. Xəyalpərəst, vətənpərvər. Xah var. Xeyir sözündən xeyirxah. Sonra ön şəkilçilər var. Ön şəkilçilər sözün anlamı baməzə, naxoş, la var, la məkan, a var, anormal. Belə. Feildən sifəti. İndi feildən sifət düzəldən şəkilçilərin tərkibində daha çox q, ğı, ç, c hərflər olur. Məsələn, ınc, inc var. Güldən gülünc, tək c var, iyrənməkdən iyrənc. Iq, iç, uq, üç var. Mən deyərdim ən çox işlənilən şəkilçilərdən biridir. Testlərdə qabağınıza çıxacaq. Burmaqdan buruq, kəsməkdən kəsik, sönməkdən sönük. Belə işlənə bilər. Sonra mamə var. Burmaqdan burma, burma saç, çatmaqdan çatma, çatma qaş. Sonrağıncın,ğuncun var. Azğın, süzgün, coşqun. Qınçın, qunçun var. Tutqun, bitkin, küskün. Qançən var. Çalışmaqdan çalışqan. Dalaşmaqdan dalaşqan. Bir də onda qeyd edeyim ki, dalaşqan sözünün kökü dalamaq feilidir. Dala, dalaş, dalaşqan. Niyə? Məsələn, kimsə sizə deyir ki, sən yaman dalaşqansan. O insan səni neyinir? Birinci dalayır, düzdürmü? Sən dalaşırsan, sonra da necə olur? Dalaşırsan, dalaşqan adına qoyur. Dala, dalaş, bir də dalaşqan. Sonra ar, ər, bir də r var. Gülməkdən gülər, qaynamaqdan qaynar. Icı, icı, ucu, ücü var. Üzməkdən üzücü, kəsməkdən kəsici. Maz var, mazməz, qanmaqdan qanmaz, dinməkdən dinməz. Əri var, köçdən köçəri. Kəm var, belə. Sonra ğancəm var, qudurmaqdan qudurğan. Gəldi mürəkkəb sifətlərə. Mürəkkəb sifətlər iki cür yazılır. Həm mürəkkəb isimlər, həm də mürəkkəb sifətlər iki cür yazılır. Ayrı yazıla bilmir. Ya bitişik yazılır, ya da defislə yazılır. Bəs bitişik yazılanlar hansılardır? Gəlin ona bir nəzər yetirək. İki sadə sözün birləşməsilə yaranan, məsələn, şirin dil, iki söz, ağ saç, bəstə boy. Sonra sadə və düzəltmə sözü birləşməsilə yarananlar var. Üç telli, isti qanlı, beş güşəli, qara gözlü. Bax, qara sadədir, gözdən gözlü düzəltmədir. Hər iki tərəfi düzəltmə sözlə yarananlar var. Məsələn, açıq ürəkli, açdan açıq, ürəkdən ürəkli. Soydan soyuq, qandan qanlı. Hər iki tərəfi düzəltmə. Sonra mənsubiyyət şəkilçili sözün birləşməsilə yarananlar var. Məsələn, üzü gülər, onun üzü, stol üstü, üstündəki ü nədir mənsubiyyət? Stolun üstü, stol üstü tennisdir məsələn. Qitələr arası, arasındakı ı nədir mənsubiyyət? Qəlbi sınıq, məsələn, onun qəlbi, buradakı i nədir mənsubiyyət? Alnı açıq, onun alnı, mənsubiyyət. Şəhərlər arası, şəhərlərin arası olacaq nə? Qeyri-müəyyən yəliya. Sonra A, ba bitişdiricisinin köməyi ilə yarananlar var. Cürbəcür, növbənöv, rəngbərəng. Məsələn, cürbəcür şirniyyatlar, necə şirniyyatlar? Növbənöv məhsullar, necə məhsullar? Sonra bir də A halları isə mürəkkəb isim yaradır. Bunu keçən dərs keçmişdik. Vur-havur, qaça-qaç, basa-bas, köçə-köç. A halları mürəkkəb isim yaradır. Babəllər isə nə yaradır? Mürəkkəb sifətlər yaradır. Sonra defislə yazılanlar var. Eyni sifətin təkrarla yarananlar. Gözəl-gözəl, qəşəng-qəşəng, dadlı-dadlı. Bu da nə idi? İki eyni sözün təkrarından yaranan sifətlərdən sonra gələn sözlər cəmdə olur. Məsələn, dadlı-dadlı şirniyyat demək yanlışdır. Dadlı-dadlı şirniyyatlar demək lazımdır. Şirin-şirin meyvə yox, şirin-şirin meyvələr. İki eyni sifətin təkrarından yaranan, onlardan sonra gələn isimlər cəmdə olmalıdır. Sonra yaxın mənalı sifətin birləşməsilə yarananlar var. Güllü, çiçəkli, gözəl, göyçək. Əks mənalı sifətlərin birləşməsilə yarananlar var. İrili, xırdalı, ağlı, qaralı.
Sonra biri və ya hər ikisi işlənə bilməyən sözlərin birləşməsilə yarananlar var. Kələ, kötür, qara, qura, balaca, malaca. Qeyri-sözlə yarananlar var. Qeyri-qəti, qeyri-qanuni, qeyri-müəyyən, qeyri ilə yazılan sözlər defislə yazılır. Gəldik sifətin müqayisə dərəcələrinə. Sifətin üst dərəcəsi var. Adi dərəcə, azaltma dərəcəsi, bir də çoxaltma. Elə adi adidir. Yəni özünə məxsus elə xüsusi bir şey yoxdur da. Azaltma və çoxaltma dərəcəsi iki üsulla düzəlir. Morfoloji, bir də sintaktik. Çoxaltma dərəcəsi iki üsulla düzəldilir. Morfoloji, bir də sintaktik. Əgər dərəcə şəkilçilər vasitəsilə düzəlirsə, olacaq morfoloji. Dərəcə sözlər vasitəsilə düzəlirsə, olacaq nə? Sintaktik üsul. Morfoloji üsul, yəni şəkilçilər vasitəsilə düzələn sifətlər hansılardır? Ca, cə ədasını artırmaqla çoxaltma üsulu. Məsələn, xırdaca, zorbaca. Və indi sizə bir şey deyim. Ca, cəni çoxsu azaltma bilir, azaltma dərəcəsi götürür də, çaşırlar. Xeyr. Ca, cə sifətin çoxaltma dərəcəsini yaradır. Necə yaradır? Məsələn, xırda, xırdaca. Məsələn, deyirsən ki, xırdaca, xırdaca nə deyək? Xırdaca qələm. Yəni o qələmin nə qədər xırda olduğunu dərəcəsində neyinir? Böyüdür. Yəni həddən artıq xırdadır da, yəni çox xırdadır. Bax, xırdaca. Və ya zorbaca. Zorbaca insan. Yəni o insan həddən artıq zorbacadır, çox zorbacadır deməkdir. Sonra, amma balaca sözü adi dərəcədir. Sonra sifətin iki səsini əvvəl artırıb, m, p, r, s artırmaqla sapsarı, qapqara, gömgül, yamyaşıl, dostdoğma. Bir də ağ sözün çoxaltma dərəcəsi fərqli yolla ap ünsürü ilə yaranır. Ağ, appaq və belə yaranır. Sonra sintaktik üsullar yeni sözlər vasitəsilə yaranır. Necə? Ədədlərin qabağına ən, lap, daha, çox, olduqca sözlərini artırmaqla. Ən gözəl, lap əziz, olduqca maraqlı, daha yaxşı. Sintaktik üsulla sözlərlə. Ən, lap, daha, çox, olduqca. Ən gözəl, lap qəşəng, olduqca maraqlı, daha yaxşı. Sonra zil və tünd sözlərindən istifadə etməklə yaradır. Zil qara, tünd qırmızı. Bir də onda deyim ki, zil sözdən ayrı yazılır, tünd isə defislə yazılır. Zil qara, zil ayrıdır, tünd isə defislədir. Tünddən sonra rəng bildirən söz gələndə tünd defislə olur. Tünd qırmızı, tünd sarı, belə. Sonra düm hissəsi ilə. Düm sözə bitişik yazılır. Yəni bunu yadımızda saxlayaq. Düm sözə bitişik yazılır. Məsələn, düm ağ, düm qara. Bir də nə deyim? Amma dümdüz isə m hissəci ilə yaranır. Baxın, düm hissəci bir dənə demək olar ki, düm ağ, düm qara. İki sözü yaradır. Amma dümdüz isə düm hissəci ilə yaranmayıb. Ona deyim. Baxın, düm düzdə isə düm hissəci ilə yaranmır. O m hissəci ilə yaranır. Sonra düm sifətə bitişik yazılır, zil ayrı yazılır, tünd isə necə yazılacaq? Defislə yazılacaq. Belə. İndi burada nə deyim? Bir də bumbuz sözü var. Və bumbuz sözünü çoxaltma dərəcəli sifət kimi görsənə bilər də. Xeyr, bumbuz adi dərəcəli sifətdir. Niyə? Onu deyək. Çünki bumbuzda buz orada isimdir. Bumbuz sözündə buz isimdir. Buz gələ sifət olar ki, o dərəcə yarada bilər də, düzdürmü? Ona diqqət etmək lazımdır. Sonra burada nəyə baxa bilərik? Balaca adi dərəcədir. Baladan balaca yaranmır. Bunu unutmuruq. Sonra büsbütün. Bax, büsbütün sözü də zərfdir. Büsbütün sözü zərfdir. Məsələn, deyirsən ki, xəstə büsbütün sağaldı. Büsbütün sözü zərfdir. Sonra gəlin azaltmaya dönək, sonra buradan bitiş. Azaltma dərəcəsi. Bu da iki üsulla düzəlir. Ümumiyyətlə, istər azaltma, istər çoxaltma, morfoloji, sintaktik. Sözlə düzəlibsə sintaktik, şəkilçi ilə düzəlibsə morfoloji. İndi morfoloji üsullar necə düzəlir? Şın şəkilçisi ilə. Sarışın, qaraşın, şınla düzəlir. Sov, ımsovla düzəlir. Uzun sov, dəli sov, ağ ağımsov, göy göyümsov.
Imtılla düzəlir. Boz-bozumtul, göy-göyümtül, ağ-ağımtıl. Raq rəklə düzələ bilər. Yaxşı raq, gödərək. Yanızla düzələ bilər. Sonra qara yanız, sarı yanız, ımtıraqla düzələ bilər. Qırmızımtıraq, sarımtıraq. Sintaktik üsulla, yəni sözlər vasitəsilə düzəlir. Məsələn, ala sözü ilə ala çiy, ala yarımçıq. Ala sözünü necə yazılır? Defislə. Ala çiy, ala yarımçıq. Ala defislə yazılır. Sonra açıq sözü ilə düzələ bilər. Açıq qırmızı, açıq yaşıl, sintaktik üsulla. Bir də onda deyim ki, açıq sözü defislə yazılır. Açıq qırmızı, açıq yaşıl. Açıq defisləndi, ala da defisləndi. Təhər sözü ilə təhər sözə bitişik yazılır. Boz təhər, sarı təhər, göy təhər, qırmızı təhər, təhər sözə bitişik yazılır. Kəm sözü ilə kəm şirin, kəm turş, kəm sözə bitişik yazılır. Az sözü ilə az şirin, bu da azaltma dərəcəlidir. Yəni çox az şirindir də, belə deyim. Demək, burada nəyə qeyd eləmək istəyirəm? Yalnız şəkilçisi var və yalnız şəkilçisinə bəzən bilmirəm niyə ögey münasibət bəsləyirlər. Bu yazıq yalnız şəkilçisidir. Bu da azaltma dərəcəsini düzəldən bir şəkilçisidir. Qara yanız, sarı yanız. Bax bunu unutmuruq. Sonra burada nəyə qeyd edeyim? Bəniz deyilən bir şəkilçimiz var. Üzr istəyirəm, sözümüz şəkilçi nəymiş? Məsələn, qara bəniz testlərdə görəcəksiniz. Ağ bəniz. Uşaqlar, qara bəniz, ağ bəniz azaltma dərəcəli sifət deyil. Qara bəniz, ağ bəniz iki sözün birləşməsi ilə yaranan mürəkkəb sifətdir. Qara bəniz nədir? Qara insandır. Bəniz üz deməkdir. Məsələn, bədii əsərlərdə işlənir. Bənizi ağardı, yəni üzü ağardı. Qara bəniz qara üzdür, ağ bəniz ağ üz deməkdir. Yəni bəniz sifətin azaltma dərəcəsini neyinir? Yaratmır, yarada da bilmir. Yarada da bilməz. Niyə yaratsın? Düzdürmü? Sonra buradan diqqət edirik nəyə? Bir də saniyə. Buradan bir iki məsələni qeyd edəcəydik. Sonra indi baxın. Dedik ki, açıq sözü sifətin azaltma dərəcəsini yaradır. Hə, yaradır. Məsələn, açıq sarı, düzdürmü? Açıq qəhvəyi yarada bilər. Amma açıq çay. Buradakı açıq sözü dərəcə yaratmır. Çünki açıq gərək yenə sifətə qoşulsun ki, dərəcə yarada bilsin. Açıq çaydakı çay nədir? İsimdir. Açıq isimə qoşulanda dərəcə yaratmaz axı. Bunu unutmuruq. Sonra tünd sözü, tünd də dedik ki, dərəcə yarada bilir. Tünd qırmızı, düzdürmü? Amma diqqət edirik nəyə? Tünd çay. Burada tünd sözü dərəcə yaratmalıdır. Çünki çay nədir? İsimdir. Yəni məntiq nədir? Bu sözlər dərəcə bildirən sifətə qoşulmalıdır ki, dərəcə yarada bilsin. Diqqət edəcəyimiz məqam burada olmalıdır. Sonra ala sözü, ala da sifətin azaltma dərəcəsini yaradır. Bəli, məsələn, ala çiy, ala yarımçıq. Amma və lakin deyirsən ki, alabula. Alabula sözündə dərəcə yaratmayıb artıq. Niyə? Çünki axı bula orada axı sifət deyil. Bula deyilən bir sifət varmı dilimizdə? Xeyr. Ala gərək sifətə qoşulsun ki, dərəcə əlaməti yarada bilsin də. Bax, nə etmək lazımdır? O hissələrə diqqət olmaq lazımdır. Ala sifətin azaltma dərəcəsini yaradır. Düzdürmü? Amma ala-bula deyəndə bula orada sifət deyil axı. Ala gərək sifətə qoşulsun ki, nə etsin? Sonda ortalığa bir dərəcə yarada bilsin. Sonra kəm. Kəm də sifətin nəyi yaradır? Azaltma dərəcəsini yaradır. Məsələn, kəm şirin, kəm turş sözlərində. Düzdürmü? Amma yenə, məsələn, kəm savad, kəm ağıl, kəm beyin. Düzdürmü? Kəm gərək yenə sifətə qoşulsun ki, dərəcə yarada bilsin də. Kəm şirin, kəm turş. Amma kəm savad, kəm ağıl sözlərində axı necə dərəcə yaratsın? Savaddır, beyindir, o isimdir. Yəni qoşulduğu sözə diqqət edin ki, görün bunun qoşulduğu söz nədir, nəyə qoşulur bu? Testlərə düşür. Belə. Gəldik sifətin isimləşməsinə. Substantivləşmə də deyirik. Bax, orta məktəbdə bu adla öyrənir bizdə. Substantivləşmə nədir? Sifət isim aid xüsusiyyətləri qəbul edir. Hansı xüsusiyyətləri qəbul edir? Sifət ismin cəm şəkilçisini qəbul edir. Mənsubiyyət şəkilçisini qəbul edir. Hal şəkilçisini qəbul edir. Cəm mənsubiyyət hal. Sifət isim aid xüsusiyyətləri, isim aid şəkilçiləri nə edir? Qəbul edir. Sifət
İsim adi şəkilçiləri qəbul etsə də, ismin sualına cavab versə də, yenə də nitq hissəsi kiminə sənəcək? Sifət olaraq qalacaq. Məsələn, gəlin nümunələrlə gedək. Deyirsən ki, ə, körpə ağlayır. Bir də sizə bir şey deyim. Sözün hansı nitq hissəsinə aid olmasını bilmək istəyirsinizsə, mütləq dərəcədə həmin sözü cümlədən kənarda işlədin. Cümlədən kənarda işlədin. Məsələn, deyirsən ki, körpə ağlayır. Düzdürmü? Cümlə içərisində sual versən ki, kim körpə? Desən, hə, yəqin ki, körpə burada e, isimdir də, düzdürmü? İsmi sualına cavab verdi. Xeyr, aylıqda sual verirsən. Aylıqda sual verirsən ki, körpə uşaq, necə uşaq? Ayrılıqda sözü götürürsən cümlə içərisində yox, sualı ayrılıqda verirsən ki, necə körpə? Aylıqda sual verəndə görürsən ki, körpə nitq hissəsi kiminədir? Sifətdir. Və ya belə də eləyə bilərsən. Məsələn, sözü sözün sonuna dırdır artırıb da sual verə bilərsən. Məsələn, deyə bilərsən ki, mənim qızım körpədir. Necədir? Belə də eləyə bilərsən. Amma sırf işləndiyi cümlənin içərisində sual vermirsən. İndi cümlə içərisində sual verirsən ki, körpə ağlayır. Kim ağlayır? Düzdürmü? Körpə nədir? Sifətdir. Amma cümlə içərisində neynədir? İsmi sualına cavab verdi. Kim ağlayır? Körpə ağlayır. Sifət ismin sualına cavab versə də, yenə də nitq hissəsi kiminə sayılır? Sifət sayılır. Və ya yenə başqa bir nümunə deyəcəm. Məsələn, qəhrəmanlar unudulmur. Unudulmur. Kim? Qəhrəmanlar. Qəhrəman sözünün nitq hissəsi kimin nədir? Sifətdir. Amma neynədir? İsmin lar şəkilçisini qəbul elədi, cəm şəkilçisini qəbul elədi, ismin sualına cavab verdi. Düzdürmü? Nə oldu? İsimləşdi. Sifət isimləşdi. Amma yenə də sifət isimləşsə də nə olur? Sifət olaraq qalır. Bir də qəhrəman sözünün hansı qissəsinə aid olduğunu bilmək üçün sualı ayrılıqda verin. Bax, yenə cümlə içərisində sual vermir. Məsələn, ayrılıqda sual verin ki, qəhrəman necə? Qəhrəman, məsələn, əsgərimiz qəhrəmandır, necədir? Cümlə içərisində sual vermir. Sualı mütləq ayrılıqda verin. Məsələn, deyirsən ki, igid gündə 100 dəfə ölər. Hmm. İgid bir dəfə ölər, qorxaq isə 100 dəfə. İgidlə qorxaq sözü sifətdir. Amma cümlə içərisində kim ölər igid, kim ölər qorxaq. Bir də bir şey deyim. Sifət həmişə özündən sonra nitq hissəsi kim nəyi istəyir? İsmi. Sifət nəyə aid olur? İsmə. Sifət nəyi izah edir? İsmi. Amma sifət isimləşəndə isə özündən sonra ismin gəlməyini istəmir. Məsələn, deyirsən ki, qəhrəman əsgərlərimiz, qəhrəman oğullarımız unudulmur. Unudulmur. Kim oğullarımız? Necə oğullarımız qəhrəman? Bax, qəhrəman sözü özündən sonra neynədir? Oğul sözünü istədi. Qəhrəman oğullarımız, necə oğullarımız, düzdürmü? Burada sifət isimləşmir. Amma indi gəl bu cümlədə qəhrəman sözünü isimləşdirək. Qəhrəmanlar unudulmur. Kim qəhrəmanlar? Sifət isimləşəndə nə edir? Özündən sonra ismin gəlməyini istəmir. İsmin sualına nə edir? Cavab verir. Unudulmur. Kim qəhrəmandır? Belə. Və ya yenə başqa bir nümunə deyəcəm. Məsələn, deyirsən ki, yol böyüyündür, su isə kiçiyindir. Yol böyük adamındır, su isə kiçik adamındır. Düzdürmü? Böyük adamındır, necə adamdır, kiçik adamındır, necə adamdır. Burada böyüklə kiçik nədir? Sifətdir. Sifət neynədir? Özündən sonra isim istədi. Demək isimləşməyib. Amma burada böyüklə kiçik sözünü isimləşdirsək belə olacaq. Yol böyüyündür, su kiçiyindir. Yol kimindir? Böyüyündür, su kimindir? Kiçiyindir. Yəni sifət isimləşəndə özündən sonra aid olduğu ismi istəmir, tələb eləmir, ehtiyac görmür. Zaten isimləşib. Bir də özündən sonra ismin gəlməni nə istəsin ki? Amma ən əsas məsələ sifət isimləşsə də yenə də nitq hissəsi kimin olacaq? Sifət olaraq qalacaq. Keçdik saya. Say nədir? Əşyanın miqdar və sırasını bildirən əsas nitq hissəsinə nə deyilir? Say deyilir. Say da əşyaya aid olur, yəni ismə aid olur. Say ismə aid olur. Onun nəyini izah edir? Miqdar və sırasını izah edir. Demək, say neçə, nə qədər, neçənci suallarından birinə cavab verir.
Sonra sayın əsas sintaktik vəzifəsi cümlədə təyin olmaqdır. Sayların çoxu dilimizdə məxsus öz sözlərimizdir. Yəni saylar mən deyərdim ki, ən milli bizim nitq hissəmizdir. Amma istisna saylar var ki, onlar alınmadı. Bunlar hansılardır? 0, 80, milyon, milyard, trilyon, trilyard sayları alınmadı. 0, 80, milyon, milyard, trilyon, trilyard sayları alınmadı. Amma yerdə qalan saylar isə necədir? Millidir. Bir də saylar əsasən başqa nitq hissələrindən əmələ gəlmir. Bu nə deməkdir? Mən həmişə bunu belə izah edirəm ki, say eqoist nitq hissəsidir. Say digər nitq hissələrini sevmir. Yəni sayın özündən say düzəldir. Digər nitq hissələrindən say düzəldə bilmirsən. Məsələn, deyirsən ki, 10-cu. Bax, 10 saydı, 10-cu da saydı. Neynədin? Sayın özündən düzəldir. Sonra məsəl üçün deyirsən ki, yüzlərlə. Bax, 100 də saydı, yüzlərlə də saydı. Say neynədir? Sayın özündən düzəlt. Yəni say eqoist hissəsidir. Digər nitq hissələrini yaxınına buraxmır. Belə deyək də, digər nitq hissələrini sevmir. Say yalnız neyniyir? Sayın özündən say düzəldir. Düzdür, istisna saylar var. Bunlar hansılardır? Amma istisna qaydanı pozmur. Əvvəlinci, axırıncı, sonuncu, filanıncı. Məsələn, axır nədir? İsimdir. İsimdən say düzəldi, axırıncı. Sonra sonuncu, son isimdir, sonuncu. Nə oldu? İsimdən say düzəldi. Və ya filanıncı. Filan nədir? Əvəzlikdir. Əvəzlikdən nə oldu? Say düzəldi. Bunlar istisnalardır. Yəni bunlar həmişə olan məsələlər deyil. Onu qeyd eləyək. Əvvəlinci, axırıncı, sonuncu, filanıncı. Amma istisna qaydanı pozmur. Məsələn, testdə düşür ki, sayın düzəlməsində digər nitq hissələri fəal iştirak edir. Yanlışdır. Sayın düzəlməsində digər nitq hissələri fəal iştirak etmir. Say yalnız sayın özündən say düzəldir. Digər nitq hissələrindən say düzəltmək olmur. Say eqoist nitq hissəsidir, belə deyək də. Sonra gəldik nəyə? Sayın mənaca növlərinə. Sayın mənaca 2 növ var. Miqdar sayları, bir də sıra sayları. Bir daha deyirəm. Sayın məna növünə görə neçə yerə bölünür? 2 yerə. Miqdar, bir də sıra saylarını. Miqdar sayları öz növbəsində bölünür. Müəyyən miqdar saylarına, qeyri-müəyyən miqdar saylarına, bir də kəsr saylarına. Bir daha deyirəm. Sayın mənasına görə 2 növ var. Miqdar, bir də sıra. Miqdar öz növbəsində bölünür. Müəyyən miqdara bölünür, qeyri-müəyyən miqdara bölünür, bir də kəsr saylarına neyniyir? Bölünür. Müəyyən miqdar sayları əşyanın konkret miqdarını bildirir. Neçə, nə qədər suallarına neynir? Cavab verir. 1, 2, 3, 5, 10, 50 müəyyəndir də, düzdürmü? Müəyyən miqdar sayları quruluşuna görə sadə olur, bir də mürəkkəb olur. Düzəltmə ola bilmir. Sadə hansıdır? Bir sözdən ibarət olanlar. Məsələn, 1, 2, 3, 5, 10, 50 bu sadədir. Mürəkkəb isə iki sözün birləşməsindən yarananlar. Məsələn, deyirsən ki, 57 iki sözün birləşməsindən yarandı. 224 üç sayın birləşməsindən yarandı. Belə. Mürəkkəb saylar iki və də artıq sözün birləşməsindən neynir? Yarana bilir. Sadə saylar isə bir kökdən ibarət olur. Müəyyən miqdar sayları quruluşuna görə düzəltmə ola bilmir. Ya sadə ola bilər, ya da mürəkkəb ola bilər. Gəldik qeyri-müəyyənə. Qeyri-müəyyən miqdar sayları əşyanın konkret miqdarını bildirə bilmir. Əşyanın miqdarını qeyri-müəyyən şəkildə bildirən saylara nə deyirlər? Qeyri-müəyyən miqdar sayları deyirlər. Hansılardır? Az, bir də qeyri-müəyyənlər quruluşuna görə 3 yerə bölünür. Sadə, düzəltmə, bir də mürəkkəb. Sadə hansıdır? Az, çox, bir də xeyli. Quruluşuna görə olur sadə. Az, çox, xeyli. Quruluşuna görə necə olur? Sadə olur. Çünki sadəcə kökdən ibarətdir. Düzəltmə qeyri-müəyyənlər isə larla larca ilə düzəlir. Onlarla, yüzlərlə, minlərlə, minlərcə. Bu düzəltmədir. Larla larca. Bir də var mürəkkəb qeyri-müəyyən. Mürəkkəb necə düzəlir?
Bir sözünün sayılara qoşulması ilə bir sıra, bir çox, bir az, bir neçə, bir qədər. Bir də dərslə yazılan qeyri-müəyyən miqdar sayılarımız var. Bunlar hansılardır? Dərslə yazılanlar 3, 5, 5, 6, 7, 8, 9, 10. Məsələn deyirsən ki, 5-6 nəfər adam. Necə düzəldi? Dərslə düzələn qeyri-müəyyən miqdar sayılar da ola bilər. Bir də qeyri-müəyyən miqdar sayıları nə qədər sualına cavab verir, neçə sualını vermək olur. Kəsr sayıları. Kəsr sayıları riyaziyyatda bildiyimiz kəsrdir. Yəni elə fərqli bir şey yoxdur. Kəsr sayıları quruluşuna görə sadəcə mürəkkəb olur. Çünki riyaziyyatdan bilirsiniz də, kəsr sayıları ya hissəni, ya da tam və hissəni bildirir. Yəni mütləq onun kəsri surəti də olur, məxrəci də olur. Yəni orada ən az 2 rəqəm olur da, belə deyək. Kəsr sayıları nə qədər, neçə hissə suallarına cavab verir. Məsələn, 10-da 1, 5-də 1, belə. Bir də testdə düşür ki, kəsr sayıları əşyanın konkret miqdarını bildirə bilirmi? Xeyr. Kəsr sayıları əşyanın konkret miqdarını bildirə bilmir. Bildirə bilmir, onu deyim. Niyə bildirə bilməz? Çünki məsələn deyirsən ki, yolun 5-də 1 hissəsini getdik. Axı tək hesablaya bilmirsən. Düzdür, gərək onu hesablayasan da ona görə. Sonra gəldik burada nəyə? Numerativ sözlərə. Numerativ söz nədir? Sayla ismin arasında işlənən sözlərə numerativ sözlər deyilir. Numerativ sözlərimiz hansılardır bəs? Ədəd, dənə, nəfər, cüt, dəst, metr, ton, kiloqram, göz, baş, top, vaqon, metrə, ədəd, stəkan. Bunlar hamısı nədir? Numerativ sözlərdir. Məsələn, bir vedrə su. Bax, buradakı vedrə nədir? Numerativ söz. Bir saydır, su isimdir. Sayla ismin arasında qalan vedrə nə olacaq? Olacaq numerativ söz. İki göz otaq. Bax, iki saydır, otaq isimdir. Arasında qalan göz nə olacaq? Olacaq numerativ söz. Burada nəyə qeyd eləmək istəyirəm? Elə numerativ sözlər var ki, kəmiyyət fərqi yaradır. Eləsi var ki, kəmiyyət fərqi yaratmır. Bu nə deməkdir? Bunu izah edək. Məsələn, deyirik ki, iki göz otaq. Bax, buradakı göz sözü kəmiyyət fərqi yaratmadı. Niyə? İki göz otaq elə iki otaqdır da, düzdürmü? Məsələn, deyirsən ki, mənim iki göz otağım var. İki göz otaq elə iki otağa bərabərdir. Demək, göz burada neynədir? Kəmiyyət fərqi yaratmadı. Və ya başqa bir nümunə deyək. Məsələn, 2 ədəd qələm. 2 ədəd qələm elə 2-yə bərabərdir. Düzdürmü? Ədəd neynədir burada? Kəmiyyət fərqi yaratmadı. 2 dənə, məsələn, qələm, 2 dənə dəftər. Yenə dənə burada neynədir? Kəmiyyət fərqi yaratmadı. 2 dənə dəftər elə 2-yə bərabərdir. Amma elə numerativ sözlər var ki, kəmiyyət fərqi yarada bilir. Bunlar hansılardır? Məsələn, deyirsən ki, bir dəstə adam. Deyir ki, həyətdə bir dəstə adam var. Burada dəstə neynədir? Kəmiyyət fərqi yaratdı. Çünki bir dəstə adam deyəndə, dəstənin içində bir adam olmur axı, düzdürmü? Gör dəstənin içində nə qədər adam olur. Və ya məsələn, yenə başqa bir nümunə deyək. Deyirəm ki, 2 cüt ayaqqabı. 2 cüt ayaqqabı əslində neçəyə bərabərdir? 4-ə. Cüt deyəndə nə edirik? 2-yə vururuq. Demək, cüt neynədir? Kəmiyyət fərqi yaratdı. Belə. Kəmiyyət fərqi yaradıb yaratmamaq bununla bağlıdır. Gəldik burada nəyə? Sıra sayılarına. Əşyanın sırasını bildirən sayılara nə deyirlər? Sıra sayıları deyirlər. Sıra sayıları quruluşuna görə sadə ola bilmir. Sıra sayıları quruluşuna görə niyə sadə ola bilmir? Çünki sıra sayıları incə, incə, uncu, üncü ilə düzəlir. Birinci, beşinci, 10-cu, 50-ci, 100-cü. Sıra sayıları quruluşuna görə sadə ola bilmir. Niyə? Çünki mayasında incə, incə, uncu, üncü şəkilçisi var. Quruluşuna görə necə sadə ola bilsin, düzdürmü? Quruluşuna görə ya düzəltmə olar, birinci, beşinci, ya da mürəkkəb olur. 27-ci, 125-ci, 459-cu. Testdə düşsə ki, sıra sayıları quruluşuna görə sadə olur, yanlış. Sıra sayılarının neçənci sualı ilə yanaşı hansı sualını da verə bilərik?
Sıra sayılarından sonra gələn isimlər əsasən cəmdə işlənir. Cəmdə işlənir, təkdə də işlənə bilir. İkisi də düzdür. İkinci sinifdə deyə bilərsən, ikinci siniflər də deyə bilərsən. Beşinci sırada deyə bilərsən, beşinci sıralarda deyə bilərsən. Hər ikisi düzdür. 1957-ci il də deyə bilərsən, 1957-ci illər də deyə bilərsən. Heç birində bir problem yox. Bir də Rum rəqəmləri də sıra sayılarıdır. Bax, Rum rəqəmlərindən sonra bilirsiniz də şəkilçi işlədə bilmirik. Niyə? Zaten Rum rəqəmləri sıra sayıdır. Bir də ondan sonra şəkilçi işlətməyə niyə ehtiyac var ki? Düzdürmü? Sonra gəldik nəyə? Sayıların isim kimi işlənə bilməsi, yəni substantivləşməsi. Bu nə deməkdir? Sayılar isimləşəndə isim ait xüsusiyyətləri qəbul edirlər. İndi sifətdəki məsələdir. Yəni say ismin cəm, mənsubiyyət, hal şəkilçisini qəbul edir. Amma nitq hissəsi kimi neyinir? Yenə də say olaraq qalır. Bir də nə deyim? Say da özündən sonra həmişə nə istəyir? İsmi. Amma say isimləşəndə isə özündən sonra ismin gəlməyini istəmir. Məsələn, deyirsən ki, birinci siniflər eee əlifba bayramına hazırlaşır. Birinci siniflər, neçənci siniflər? Bax, birinci burada nədir? Sıra saydı. Özündən sonra isim gəldi, isimləşmədi. Amma indi birinci sözünü gəl isimləşdirək. Birincilər bayrama hazırlaşırlar. Kim birincilər? Artıq burada birinci sözü neynədi? İsimləşdi. Birinci sıra saydı. Özündən sonra ismin gəlməyini istəmədi. Cəm şəkilçisini qəbul elədi, isimləşdi. Birincilər bayrama hazırlaşırlar. Kim birincidir? Belə. Bir də say da sifət kimi isimləşsə də, ismin sualına cavab versə də, yenə nitq hissəsi kimi neyniyəcək? Təbii ki, say olaraq qalacaq. Bir də burada nə deyim? Demək, bax, birlik. Birdən birlik. Bir sayda birlik isə isimdir. Saydan düzələn isimdir. Birdən. Bir sayda birdən isə zərfdir. Birləşmək. Bir sayda birləş isə nədir? Feildir. Saydan düzələn feildir. Bir günlük. Məsələn, deyirsən ki, bir günlük plan. Hansı plan? Oldu say. Birinci zaten sıra sayıdır. İnci harda varsa söz sıra sayıdır. Birincilik. Birincilik sözü isimdir. Birincilik uğrunda mübarizə. Sonra bir-bir, iki-iki sözləri. Bunlar isə nədir? Zərfdir. Pilləkənləri bir-bir düşdü, iki-iki qalxdı, üç-üç düşdü. Bax, bunlar nədir? Zərf kimi işlənəcək. Sonra burada nə edeyim? Bir çox, bir sıra sayılarından sonra gələn isimlər həmişə cəmdə olur. Bir çox, bir sıra sayılarından sonra gələn isimlər həmişə cəmdə olur. Məsələn, bir çox məsələ desən yanlışdır. Bir çox məsələlər deməlisən. Bir sıra insan desən yanlışdır. Bir sıra insanlar deməlisən. Bir sıra bir çox sayından sonra gələn isimlər necə olur? Cəmdə olur. Amma yerdə qalan birlər var ha. Bir az, bir neçə, bir qədərdən sonra gələn isimlər isə əsasən təkdə işlənir. Məsələn, deməlisən ki, biraz meyvə, bir qədər məsələ, bir neçə məsələ. Bir az, bir neçə, bir qədərdən sonra gələn isimlər təkdə işlənir. Bir sıra, bir çoxdan sonra gələn isimlər isə necə olmalıdır? Cəmdə işlənməlidir. Sonra onlarla, yüzlərlə, minlərlə tipli saylardan sonra gələn isimlər həm təkdə olur, həm cəmdə. Onlarla, yüzlərlə insan da deyə bilərsən, yüzlərlə insanlar da deyə bilərsən. Hər ikisi düzdür, heç birində səhv yoxdur. Sonra azla xeylidən sonra gələn isimlər həmişə təkdə olur. Az insan, xeyli insan. Amma çox, çoxlu saylardan sonra gələn isimlər həm təkdə, həm cəmdə olur. Çox insan da deyə bilərsən, çox insanlar da deyə bilərsən. Çoxlu insan da deyə bilərsən, çoxlu insanlar da deyə bilərsən. Bir daha deyirəm, bir çox, bir sıra sayından sonra gələn isimlər həmişə cəmdə olur. Bir sıra az, çox, xeyli saylarından azla xeylidən sonra gələn isimlər həmişə təkdə olur. Azla xeylidən sonra gələn isimlər həmişə təkdə olur. Sonra yüzlərlə, onlarla, minlərlə saylarından sonra gələn isimlər həm təkdə, həm cəmdə olur. Çoxdur, çoxludur. Bunlardan sonra gələn isimlər də həm təkdə, həm də neyinir? Cəmdə ola bilir.
Belə. İndi gəlin bunların testlərinə baxaq. Mhm. Hikmətdən başlayırıq. Hikmət, sizinlə başlayırıq. Səs asa bilirsinizmi Hikmət? Səs asa bilmirsiniz? Yaxşı, Ayşə ilə gedirik. Ayşə 18-ə baxaq. Ayşə səs. Ha, Xeyr. 18. Mürəkkəb sifətlərdən biri mənsubiyyət çəkicisinin köməyi ilə düzəlmişdir. Hı. Peki. Mürəkkəb sifətlərdən biri mənsubiyyət çəkicisinin köməyi ilə düzəlmişdir. A variantı. Yox, bölük sözündə mənsubiyyət yoxdur ki, böldən bölük. İq 2, uq 3-dür. Feildən sifət düzəlir burada. Mən bunu niyə qarışdırdım ki? Diqqətlə bax tapacaqsan. Saçlı. Şəhərlər arası yox. Mən tək Hə, bax, Y-yə bax Ayşə. Şəhərlər arası. Arasındakı I nədir? Mənsubiyyət. Şəhərlərin arasıdır da. Şəhərlər orada qeyri-müəyyən yerləşdi. Arasındakı I nədir? Üçüncü şəxsin təkinin mənsubiyyətidir də. bəs bitişik yazılanda bu cür olurdu götürmək. Olurdu. Mənsubiyyət şəkildə Şəhərlər sözə arası. bitişik yazılırdı. Yox, qeyri-müəyyən yerlik şəhərlərin arası. Olurdu. Bu formada olurdu. Mənsubiyyət şəkilsiz söz sözə bitişik yazılırdı. Mürəkkəb sifət düzəldəndə. Bax, Başa birinə düşdüm. də baxaq. Ayşən 19-a da bax. Baxaq, qarışdırdım. Mürəkkəb sifətlərdən biri mənsubiyyət çəkicisinin köməyi ilə düzəlib. Çox saylı, sözü bütöv, həyat sevər, sifət, gülər. A, D variantı. D variantı. Ay sağ ol. Sözü bütöv. Sözündəki ü nədir? Üçüncü şəxsin təkinin mənsubiyyət. Bax, indi bildin. Onun sözü. Ha, indi Buradakı bildim. Biraz üzrlü sən yuxuluyam. İndi çatdı mənə hamısı. eybi yox. Əsas o ki, ikinci başa düşdü. Ay sağ ol. Onun sözü. Buradakı ü nədir? Üçüncü şəxsin təkinin mənsubiyyəti. O oldu. Eybi yox. Bayaq falan yəqindir. Əsas o ki, ikincidə başa düşdü. Davam edirik. Ayşə Qurbanova. Bəli. Aha. Demək Ayşə baxırıq burada. 27-ci testə baxaq Ayşə 27. Feildən düzələn sifətləri müəyyən edin. Mhm. E, Burada bir məsələ var. A Baxaq. deyil, Mhm. şey, B də məncə deyil. Mhm. Az ki, necə sönük, necə qızdır. Məncə C-dir müəllim. Bəli, əzməkdən əzik, sönməkdən sönük, qızdırmaqdan qızdırıcı. Düzdür. Uşaqlar, qızdırıcı sözü də sifət sayılır ha. Bir də nəyi deyim? Bax, Y variantı sizi çaşdıra bilər. Məsələn, danışmaqdan danışan, baxdığım, bir də Feil yazılmış. sifətdir müəllim, feil Bəli, sifət. o feilli sifətdir, düzdür. Baxın, feilli sifətlər, feildən düzələn sifətlər bir-birinə çox bənzəyir. Məsələn, danışan insan, necə insan, baxdığın mənzərə, hansı mənzərə, yazılmış qanunlar, hansı qanunlar. Necə ayırarsan? Feilli sifəti inkarda işlədə bilirsən, amma sifəti yox. Danışan danışmayan, baxdığın baxmadığın, yazılmış yazılmamış. Bəli. Feili sifəti inkarda işlədə bilirsən, sifəti isə yox. Belə ayıra bilərsən. Düz. Getdik. Nərmin Nuriyeva. Nərminlə davam edirik. Nərmin səs aça bilsənmi? Bəli. Aha, əla. Demək, Nərmin bir saniyə. Burada maraqlı bir dənə testə baxaq. Nərmin, bu qəşəngdir. 42-yə baxaq, Nərmin. Bunlardan birinin kökü sifətdir. Aha, bu maraqlı test. Qurucu, qurulu, qurutmaq, qurum, quruluq. Quruluq sözü, quruluq, quru necə quru? Mhm. C variantı ola bilər məndə. Bəli, quruluq. Ümumiyyətlə bax belə bir şey deyim. Quru sözü həm sifət olur, həm də fel olur. Onu qeyd edeyim sizə. Məsələn, quru meyvə necə meyvə? Paltar qurudu, nə etdi? Fel.
Qurunu sifət və feil kimi necə ayırır? Bu lıqlı-şluqluq şəkilçisi var ha. Bunu yadımızda saxlayaq. Çox önəmlidir. Yazın, yadınızda saxlayın. Axır nə seldir? Lıqlı-şluqluq şəkilçisi heç bir zaman, heç bir halda feillərin üzərinə atılmır. Mən həmişə bunu belə deyirəm də. Lıqlı-şluqluq feili sevmir. Lıqlı-şluqluq şəkilçisi feili sevmir. Bəli, heç bir zaman feilin üzərinə artırılmır. Düzdür. Oradakı quru sözü nədir? Sifətdir. Nigarla davam edirik. Demək Nigar, bu da maraqlı testlərdən biridir. Nigar, 43-cü testə baxaq. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Bunlardan birinin kökü sifətdir. Düzəlmək, düzün, düzgün, düzülmək, düzülüş. Düzgün, Yox. düzgün, düzgün, düzəl. Yox. Yox. Hı. Cavabı denən izah edin. Hı. Demək uşaqlar, baxın. Bu qaydanı da qeyd eləyin. Əsas qaydalarımızdan biridir. Testə düşür, testdə işləyəcəksiniz. Düz və sıx sözü, düz bir də sıx sözü həm sifət kimi işlənir, həm də feil kimi. Baxın, düz və sıx sözü. Testdə ən çox bu iki söz düşür. Həm sifət olur, həm feil. Düz və sıxdan sonra gələn şəkilçisi iki cürə işlənibsə, düz və sıx orada sifətdir. Yox. Bunlardan sonra gələn şəkilçisi dörd cürə işlənibsə, düz və sıx onda orada nədir? Feildir. Bir daha deyirəm. Düz və sıxdan sonra gələn şəkilçi iki cürə yazılan şəkilçidirsə, düz və sıx orada sifətdir. Yox, əgər şəkilçi dörd cürə yazılıbsa, feildir. İstisna, bayaqlam dedim bunu. Lıq, lik, luqluq şəkilçisidir ki, lıq dörd şəkilçisi heç bir halda feillərin üzərinə artırılmır. İndi baxaq. Bax, indi Nigar, bu qaydaya əsasən cavab kimi nəyə götürərsən? Şəkilçisi özündən sonra gələn şəkilçi iki cürə yazılıbsa sifətdir, dörd cürə yazılıbsa feildir. Nigar. Gəlmək, müəllimə. Al, Ah, əl, bəli, düz daşa. düzəlmə. Al, əl iki cürə yazıldığı üçün düz orada sifətdir, düzdür. Baxın, düzgün. Bax, düzgün sözünə çoxunuz çaşa bilərsiniz, diqqətli oluruq. Bu gün şəkilçisi var ha,ğıncın,ğuncun. Qıncın,ğuncun şəkilçisi dörd cürə yazıldığı üçün düz orada feildir. Sifət deyil. Düzgün sözü düzmək feilindən yaranır. Düzülüş, ım dörd cürə yazıldığı üçün düz orada feildir. Düzüm, ımın dörd cürə yazıldığı üçün düz orada feildir. Düzdürmək, dırdır dörd cürə yazıldığı üçün feil. İndi bir dənə bunu burada yarımçıq qoyaq. Buradan başqa bir qaydaya gedək. Demək, buradan bir dənə test oxuyuruq. Hər kəs chat hissəsinə cavabı yazır, yaxşımı? Bax, indi dediyim qayda ilə əlaqədar olan bir məsələdir. Bax, bircə saniyə gözləyin. Chat hissəsinə testin nömrəsini deyəcəm. İndi dediyim 26-cı test. 26-cı testin cavabını hər kəs chat hissəsinə yazsın. İndi dediyim qaydaya aiddir. Qaydamı daha təkrarlayım. Düz və sıxdan sonra gələn şəkilçi iki cürə yazılıbsa sifətdir, dörd cürə yazılıbsa feildir. Bu qaydaya əsasən tapın cavab. Görmüsün, qaydanı çox diqqətlə qulaq asın. Hər kəs yazsın cavab, zəhmət olmasa. 13 dənə cavab olmalıdır. Hamı yazsın. Görün kim bilir, kim bilmir. Görün nə yazmışsınız? Y yazanlar. Çox sağ olun. Cavab Y-dir. Bəli. Sıxıntı və sıxlaşmaq. Baxın. Intı dörd sürə yazılır. Düzdürmü? Intı dörd sürə yazılırsa, dili sıxdan sonra, düzdən sonra gələn şəkilçi dörd sürə yazılıbsa feildir. Demək, sıx orada nədir? Feildir. Sıxlaşmaq. Laşlaş neçə cür yazılırdı? İki cür. Demək, sıx orada nədir? Sifətdir. Feil və sifət o deyil Y variantı. Böyle. 27-ci testə baxırıq və diqqətli oluruq. 27-ci testə baxırıq. 27-nin də cavabını yazırsınız və diqqətli olursunuz. Hamı yazsın.
Herkes yazdı mı cevabı? Bak görün ne yazmışsınız. Bir saniye. Demek 27. testin cevabı. Hı hı. Burada birinci məqam da var idi. Ha. Hı hı hı. Vay. Uşaqlar, niyə cavabda çaşmısınız? 27-ci testin cavabında niyə çaşdınız? Bizə bayaqlam sizə bir qayda demişdim. 27-ci testin cavabını bir nəfər düz yazır. Bir Müəllimlər də nəfər, cavab iki deyər də. nəfər. İki nəfər düz yazır. Bax uşaqlar, niyə var? Bayaqlam dedim axı. Lıq şəkilçisi dedim ki, feillərin üzərinə artırılmır dedim. Sıxla düzdən sonra gələn şəkilçi iki cürdürsə sifətdir, dörd cürdürsə feildir. İstisna olaraq lıq şəkilçisi heç bir halda feillərə artırılmır. Lıq lıq şəkilçisi heç bir halda feillərin üzərinə artırılmır dedim. Cavab nə olar? C7 müəllim, elə deyib. Cavab burada D variantıdır uşaqlar. Sıxılmaq. O dörd türə yazılıbmı? Demək sıx orada nədir? Feildir. Amma sıxlıq sözündəki sıx nədir? Sifətdir. Çünki lıq şəkilçisi feilin üzərinə artırılmır. Biri feildir, biri də sifətdir. O deyilir D variantı. Müəllimlikdən başqa istisna var. Yoxdur. Elə bir dənə istisna o idi. İndi bircə saniyə. Burada bir dənə tez və diqqətli olun. 41-ci testə baxın. Sıx feilinə hansı şəkilçiləri artırmaqla eyni köklü sözlər yaratmaq? Bax, sıx feilinə deyir. Feil deyirsə, yazın görüm 41-ci testin cavabını. Açıq sualda. Diqqətli olursunuz. Sıx feili deyir. Feil deyəndə nəyi seçməlisiniz? İki bir dənə istisnası var, sadəcə onu seçmirsiniz. Feil deyir. İndi 42-də də sifət deyəcək. Diqqətli olun, açıq sualdır. 3 dənədən neçə dənə cavab çıxır bunun? 3 dənə də cavabı çıxır. Yazın görüm. Diqqətli olun. Görək nə yazmışsınız? Görüm nə yazmışsınız? Görüm kim düz yazıb, kim səhv. Aha, 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 aha. Qəşəng. Bax, indi oldu. Əla, sağ olun. Bəli, cavab 1, 3, 4-dür. 1, 3, 4. Bunun 4 sürə yazılıbmı? Bəli. Intı 4 sürə yazılıbmı? Dırda 4 sürə yazılır. 1, 3, 4. 2 lıqdır. Lıq feili üzərinə artırılır. 2-ni çıxırsınız. Laşlar siz zaten 2 cür yazılır. Bizim işimizə gərək deyil. Bizdən feil istəyir. Qəşəng. Getdik 42-yə. 42-ci testə baxırıq. Yenə açıq sualdır. Buradan sizə nə cavab çıxır? Dən baxaq. Burada 2 dənə cavab çıxır. İndi bunun tərsini. 41-in tərsini eləyəcəksiniz elə bir 42-ci testdə. Qəşəng. İndi öyrəndiniz. Sağ olun. Bəli, 42-də cavab kişi 5 olacaq. Bəli. Lıq sifətin üzərinə artırılır. Laşdakı 2 üzrə yazıldığı üçün sifət. Əla. Çox sağ olun. Qəşəng. Burayla bitdik. Gedirik indi döndük bu birisi dərsimizə. Diqqətlə qulaq asanda yazırsınız. Ne belə oldu? Demək, Nigar baxmışdı. Gülbənizlə davam eləyirik. Demək, Gülbəniz burada baxırıq. Bir saniyə, bir də qəşəng bir dənə test olsun. 74-cü testə baxaq. Biraz uzun deyil, yox. Buyur Gülbəniz, 74. Sadə ilə düzəltmə sifəti istəyir. Buyur. Hem sade hem düzeltme sıfat vardır. Sadə və düzəltməz. Hem sade hem düzeltme bir de yoktu. Bəli. İkide de görmürəm hem sade hem düz. Aha.
Fitnəkar, cavan, düzəltmə. Beşdə həm sayda, həm düzəltmə var. Hansıdır? Rəngli bir yağış. Burada düzəltmə. Renkli düzeltme. Düz. Qızıl yağış burada sadədir. Qarayla boz sadə. Qızıldan qızılı düzeltmədir. Qarayla boz sadədir. Rəngdən rəngli isə düzeltmədir. Beşi cavab kimi götürdü. Qəşəng. Bunu düz. Yanına bir dənə də qoy görək cavab. Ey fitnəkar cavan, burada düzəltmə olur. Bəli, fitnədən fitnəkar. Düzeltmə. Düz. Fitnə sözü də Çünki cavan sadə da olur. sadə. Bax, fitnə fitnəkar düzeltmə, cavan da sadə. Üçünə bir. Amma burada fitnəkar cavan olanda hər ikisini də götürmək olur. Yəni sadəcə Oo, fitnəkar niyə götürür. olsun da fitnəkar düzeltmədir. Sifət sifətə aid olub, ola bilər. Aha, başa düşdüm. Fitnəkar sifətdir. Fitnəkar necə? Cavandır. Fitnəkar düzeltmədir. Kardan, cavandakı sadədir. Ola bilər. Niyə deyil? Orada çaşmısan sən. Hə. Getdik. Ləman Salmanovdan gedirik. Bu hissələrdən daha önce baxdıq. Çox da bizə artıq da lazım olan bir məsələ yoxdur. Demək Ləman, baxaq burada. Ləman 7-yə baxaq. Yəni, hansı cümlədəki sifət çoxaltma dərəcəsindədir? Aha. Bu yəqin yamyaşıl olar. 2. Sonra çoxaltma. Ən əziz şu. 2, 4 olar olsa. Hansı hesablar oldu? 2, 4 biraz uyğundur mənə. 2 yamyaşıl, düz. 4-də hansı sözdür? Bu ən əziz. Ən əziz, ay sağ ol. Ən lap daha çox olduqca. Düzdür bəli. Düzdür. Düfanə ilə davam edirik. Düfanə, burada baxaq 15-ə. Düfanə, 15-ə baxa bilirsənmi? Düfanə 15-ə baxa bilmir. Tamam. Bax, görək sörçük var burada. Ayşən oxudu. Günel 15-ə baxaq. Yəqin ki, mənim paralellərdən gedirdi, üzbəüz qrafaların Bəli, doğruluğundan bəli. gedir Aha. burada saçlı. Uzun saçlıya da yəqin ki, olacaq sapsarı. Dümqara çoxaltma, bənövşəyi Bəli. təhər azaltma, uzun saçlı adi. Yenə Bəli. tünd qırmızı çoxaltma, ala yarımçıq azaltma. Dəqiqən. İndi Burada adi. adi də olur. Aha. Hə, onu bilmədim, üzr sayın. Aha. Adi də olacaq. Möhkəm. Burada möhkəm. Bəli, yəni bu formada gedir düzdür. Qardaşxan. Qardaşxan 18-ə baxaq. Bu da maraqlı. Bu cümlələrin birində sifətin dərəcələrinin hər üçünə. Maşallah. Qara, sadə, qıpqırmızı, çoxaltma, sarımtıl azaltma. A variantı. Düzdür, bəli, düz. Ruqiyyə Muradova. Demək, Ruqiyyə, burada sifətin isimləşməsi. Ruqiyyə 7-yə baxaq, sifətin isimləşməsində 7. Ruqiyyə, səs aça bilirsənmi? Səs aça bilmirsən, yaxşı. Xanım 7-yə baxaq. Bəli, axşamınız xeyir. Axşam xeyir olsun, xanım. 7-ci cümlələrin birində sifət ismi xüsusiyyətini daşıyır. Ən böyük birlik düzlükdür. Ən böyük birlik düzlükdür. Burada necə adam sifətdir.
Ən böyük biclik nə? Biclik. Bicliklə düzlük sifətdən düzələn isimdir. Bax, İsimdir, bəli. biclə düz sifətdir. Biclik, düzlük sifətdən düzələn isimdir. Nə biclik, İsimdir. nə düzlük. Bəli. Bu sayılmır da müəllim, Yox, yoxsa sayılmır. Bəli, o isimdir artıq. düzlük yaxşılığa aparır nə? Düzlük. O da Aysel Bəli. isimdir. Sifətdən düzələn isimdir. Nə? O da değil. Yəni. Necə yola? Doğru yola. Bu da değil. Tam olaraq elə sualı başa düşmədim. Sifət ismi Ay, xüsusiyyətlərini niyə? daşıyır. Diqqətlə bax, tapacaqsan. Bax, C'yə bax. Bir Allah doğruları. Kimin? Doğruların. Bax, doğru sözü nədir? Sifətdir. Allah Aha. doğruların daimi yardımcısıdır. Kimin? Kimin? Əslində qalsa Doğru. cümlə belədir. Allah doğru insanların daimi yardımcısıdır. Yardımcısı. Hansı insanların? Amma doğru nədir? Sifətdir. Həm Hı hı. ismin sualına cavab verir. Həm ismin cəm şəkilçisini qəbul edir. Həm də yəli-yal şəkilçisini qəbul edir. Ona görə cavab C-dir. Bax, indi gəl birinə də baxaq. Xanım, Hı bax, hı. 8-ə baxaq. Cümlədə sifəti tap, ona sual ver. Hansı cümlədə ismin xüsusiyyətlərini daşıyan sifət işlənmişdir? Hı. Deməli, indi biz burada sifəti tapmalıyıq da, sifəti. Yaxşı sifəti tap, iş sual ver. avazlar. Yaxşı iş, necə iş? Əsəbi halda, necə halda? Burada demək sifət isimləşmir. Çünki yaxşı iş, necə iş? Sifət sifətin sualına cavab ver. İsimləşmə yoxdur burada. Bəli. Yoxdur, bəli. Hı hı. Hı hı. Sonra digər variantlara bax. O əsəbi halda cavab verirdi. Əsəbi halda, Necə necə halda? halda? Bu Burada da zərfdir. elə Çünki əsəbi fe'lə elə aid. sifətdir. Əsəbi halda cavab vermir. Bunu götürməzsin. Yəni tərz hərəkət zərfidir, Xəstə, amma. Bəli, baş həkimi bəli, sözünü bəli. diqqətlə dinləyin. Xəstə kim? Ha. Bir də var xəstə adam. Necə adam? Ay, sağ ol. Qəşəng xanım. Burada Bax, xəstə, düz. Xəstə nitq hissəsi kimi nədir? Sifətdir, düzdür. Hı -hı. Necə adam, necə adam, düzdür. Amma burada sifət neynədir? Xəstə sözü neynədir? İsimləşdi. İsimləşdi. Kim baş həkimi sözünü diqqətlə dinləyirdi? Xəstə. Xəstə. Sifət isimləşdi. Sifət ismi sualına cavab verdi. Oldu isimləşmə. Amma sifət isimləşsə belə yenə də neynir? Sifət olaraq qalır. Düzdür. Bəli. Hı -hı. Düzdür. Sarvandan davam edirik. Sarvan ona baxaq. Səhv yazılmış sifəti müəyyən edin. Hı -hı. Küskün. Necə küskün? Hı -hı. Solğun. Necə solğun? Süzgün. Səhv yazılmış sifət. Bax, İndi burada nəyi qeyd edeyim? Burada Bax, küskün deyil. bəli, küskün olmalıdır. Düzdür. Bax, Küskün. düzdür, düzdür. Bax, buradan belə bir məsələni qeyd edeyim də. Bu ç və g deyə çaşdığınız sözlər var ha. Düşünürsən ki, görürsən bu sözün yazılışı ç-dır yoxsa g-dir. Kökdəki sonuncu samit kardırsa ç-dır, cingiltlidirsə olacaq c. Küskün, küsmək sözündəndir, düzdürmü? S kar samiti olanda olacaq ç. Bitkin məsələn, bitmək sözündəndir, düzdürmü? T kar samitdir deyənə olacaq ç. Əgər sözün sonundakı samit kardırsa ç-dır, cingiltlidirsə olacaq c. Bitkin, bitmək sözündəndir, t kardır deyənə ç-dır. İtkin, itmək sözündəndir, t kardır deyənə ç-dır. Düzdür, bəli. Hı -hı, düzdür. Gəl bir iki dənə sənə də baxaq. Hı -hı. Oğlum, bu dövlət qulluğunun imtahan ödənişi nə qədərdir? Necə qardaşım? Dövlət qulluğunun imtahanı
Qiyməti nə qədərdir? Hə, BB və BA üzrə deyirsən qiymətləri. Bəli, bəli. İmtahana giriş biletini. Bəli, bəli. Bir Qiymət saniyə. maraqlanır. Biri 94 idi. Bir Bir də saniyə. 82 ya 86 olmalı Hə, səhv eləmirəmsə. bəli, bəli, bax. Bir saniyə. Bu dənə dəqiq deyəcəm. 82. 82-dir, hə. 92 manatda BA-dır. BA çoxdur da. Bəli. Bəli. Hə, demək BA 94 idi, BB-dəki 82 idi. BA daha çox oldu. Əvvəllər az Çox idi. Az idi biraz, indi lap qaldırıb. aydın, çox sağ olun. Buyurun, buyurun. Getdik. Davam edirik. Ləmanla davam edirik. Demək, Ləman, burada 18-ə baxaq, Ləman. Sayda 18. Ləman, baxa bilirsən 18-ci testə? Ləman, baxa bilmirsənsə? Bəli, bəli. Hə, 18. 18 Ləman. Biri say deyil. Çoxdankı olardı. Ay, sağ ol. Çoxdan ki. Çünki ki və dakı şəkilçisi ilə düzələn sifətlər hansı sualına cavab verir? Olur sifət. Ay, sağ ol. Düz. Bəli. Nərmindən gedirik. Aha. Bir Bəli. saniyə. Nərmin 33-ə baxaq. Verilmiş sayılardan biri numerativ sözlərlə işlənə bilir. Yanına söz qoy. Nəfər, ədəd, dənə, dəst, cüt. Aha. Bir-iki dənə. Ay, sağ ol. Bir-iki nəfər adam. Hı. Düzdür, bəli. Hı. Nəfər orada nədir? Numerativ sözdür. Düzdür. Yəni, bir-iki sözü numerativ sözlə işlənə bilir. Yanına söz qoyanda düzdür. Aha. Nigar 36-ya baxaq. Cümlələrin birində qeyri-müəyyən miqdar sayı işlənib. Birisi cavab vermək istədi. Gələnlərin çoxu öz qohumları idi. Qeyri-müəyyən miqdar sayı. Yaman çox danışdım. 7 gün, 7 gecə yol getdilər. Birincilər əvəzdə çıxış etdilər. Birisi cavab vermək istədi. Gələnlərin çoxu. Gələnlərin çoxu. Ay, sağ ol. Çox orada nədir? Qeyri-müəyyən mi? Az, çox, xeyli sözləri. İsm aid olanda say olur, fe'l aid olanda isə zərf olur. Bəli. Düzdür, bəli. Getdik, davam edirik. Gülbəz 37-yə baxaq. Say işləməmiş cümlə hansıdır? Bilmirəm, sən nələr seçirsən. A variantında say işlənməyib. Ay, sağ ol. Oradakı bir ədaddır. Bir mən bilirəm, sən nələr. Ümumiyyətlə biri digər saylarla əvəzləyə bilirsənsə saydır, bilmirsənsə ədaddır. Bir mən bilirəm, iki mən bilirəm deyə bilmirsən ki, ədaddır da. Düzdür, bəli. Bəli. Davam edirik buradan, oxumayanlardan. Mənim başqa ədədlərlə də belə, indi bilmirəm ədəddir ya yox, Aha. əgər bundan çıxırsa, məsələn, yalnız mən bilirəm, təkcə mən bilirəm. Olar. Belə Məhdudlaşdırıcı olar ədədlə. elə baxmaq. Olar. Məhdudlaşdırıcı ədədlə əvəzləyirsən, olar. Niyə deyil? Oldu. Davam edək. Sarvan 38-ə baxaq. Bəli, müəllim. Say işlənmiş cümlə hansıdır? Kitab Azazı qaşım bir burada numerativ söz kimidir də? Yoxsa Hansı söz? bir sözü. Onlar salona bir. Zərf. Zərf. Bir-bir. Necə? Zərf. Hər zərfətdir, zərfətdir. Azacıq qaşım ağrımaz başım. Azacıq qeyri-müəyyən miqdar sayıdır. Ay, sağ ol. Düzdür. Düzdür. Cavab C'dir. Burada Azacıq. xeyli... sözünü tamamlayayım, sözünü kəsməyim. Onu da qeyd edim ki, azacıq sözü qeyri-müəyyən miqdar sayıdır. Acıq şəkilçisi ilə düzəlir. Az sözündən azacıq. Zərf kimi də işlənə bilir. İsim kimi, say kimi də işlənə bilir.
Düzdür, bəli. Hı -hı. Davam edirik. Günellə davam edirik. Demək. Bir də uşaqlar, onda qeyd edeyim ki, baş sözünü insana aid işlətmək olmaz. Baxın, məsəl üçün deyirik, mən 5 baş ailə saxlayıram. Bu yanlışdır. Başı insana aid işlətmək olmaz. 5 baş ailə demək yanlışdır. Sonra kostyum sözündən dəst sözü işlədilməlidir. Məsələn, 2 dəst kostyum, 1 dəst kostyum. Ədədlə dənə cansızlara aid işlədilir, canlılara aid işlədilə bilməz. İndi bax buna əsasən, Günel 11-ci testə baxaq. Cümlələrin hansında numerativ söz düzgün işlədilməmişdir? Hı. Düzdən bizə bir nəfər gəlmişdi. Naxırdan 5 baş inək yox olmuşdu. O 5 cüt əlcək aldı. Gözün bir dənə kostyumu yaman tutmuşdu. Bir dəst olmalıydı. Aha, bəli. Aysa, bir dənə kostyumu yox, bir dəst kostyumu olmalıydı. Düzdür, bəli, düzdür. Davam edirik. Ayşən oxumayıb. Ayşənlə davam edirik. Bizdə saniyə. Ayşən 14-cü testə baxaq burada. Sənin yazılışında səhvə yol verilməmişdir. Düzü tapmalıyıq Ayşən. 60 illik keçən il qeyd edildi. 60 Hı. illik səhvə yol verilməmişdir. Hı. 60 olmalıdır. Orada ı artıq. Səhvdir. Tırdan sonra ı olmamalıdır. Yüzlərcə yox, yüzlərcə. Çoxdan Ayşə. 80 yox, 80. Ayşə. 88-cidir. Elə D variantı düzdür. Bir də Ayşə. 3-cü yox, 40-cü şəkilçisi olmalı idi qeydə. Bəli. Ünün orada yeri yox idi. Düzdür, bəli, düzdür. Nərminlə davam edelim. Nərmin 15'e baxaq. Nərmin 15'e baxa bilirsənmi? Qardaşxan 15'e baxaq. Mən baxmamışam, bir sual vermək olar. Buyurun. Əgər ki, belə deyək də, cümlədə say işlənir, amma deyirdən əvvəl işlənirsə, miqdar zərf kimi götürmək olardı onu. Ümumiyyətcə elədir də, bəli. Say ismə aid olur, zərf isə feilə aid olur. Onun nəyə aid olmasına baxmaq lazımdır. Məsələn, az danışdı Aydın. desək, az zərfdir. Az insan desək, az saydır. Aydın. Bəli. Hansı cümlədə say işlənmişdir? Biz bu məsələni xeyli, nə qədər miqdar zərfidir burada. Ay, sağ ol. Sinifdə neçə şagird var, burada yoxdur. Biri sənə söz desə, bir kəs, bir nəfər. Bizdə tezcə. Ədaddır burada, dedə, bizdə. 10-cular burada öcü isim kimi isimləşib də, substantivləşib dedə. Məncə Hə. mənim C. C-dəki biri qeyri-müəyyən əvəzlikdir. Əvəzlikdir. Hı. Ha, şəxs əvəzlidir. Bir Bizdən şəxs. say istəyir. Bizdə 10-cular. 10-cular orada mənim. Burada Ay, sağ ol. 10-cular Düşünün. müəllimlərini alqışladılar. Düzdür, bəli. 10-cu orada Məncə nədir? Sıra saydır. Say sıra isimləşsə sayılır. də yenə də onsuz da nə olaraq qalır? Say olaraq Ha, qalır. bax, mən üzərinə keçdiyim dedim substantivləşib. Sadəcə elə bir şey isim kimi götürmək olar. Aydındır. Aha, tamam. Belə, bitdi. İndi isə demək ki, son dərsimiz nə idi? Bir də qrupa testlər atmışdım. Testləri işləmisiniz? Yəni istəyirsinizsə birinci qrupa göndərdiyim testlərə baxaq. Bir saniyə. Qrupa testlər göndərmişdim. Mənim 3 formada vermişdiniz də deyəsən. İsim, hallanma, Bəli. Həm də yazılış, tələffüz məsələsi. qrupa da Google formundan testlər göndərmişdim. Mənim Yəni onlar axı təkrar idi keçən səfərkilərin. təkrar testləri idi. İsim idi, Bəli. hə bu. Hə, isim 2 testini atmışdım mən sizə. Hə. Keçən səfərkilərlə eyni idi, fərqi yox idi. Keçən dəfə baxmışdıq da bu testlərə. Bu atdığınız, onlayn atdığınız demirsiniz, şeylə, Bəli, linklə atdığınız. bəli. Bəli, eləmişdik onları. Baxmışdıq. Hə, tamam, yaxşı. Onda hallamaya baxarıq, buna baxarıq. Getdik. Mənsubiyyətə görə dəyişmədən, gör mənsubiyyətə görə dəyişməyə səhifəsini içəydi, oradan gedək. Müəllim 102-ci səhifədən başlayır, mən deyim sizə. 102. İsimlə başlamalıyıq, testləri oradan vermişdiniz. Getdik. 102-dən dens.
Səhvlə. Yox, quruluş növlərinə baxmışdıq, mənsubiyyətdən baxmalıydıq. Müəllimə ev tapşırığına elə bil ismi vermişdiniz. 102-ci səhifədə 30 dənə test idi. Hə. Hallanmadan 44 idi. Yazılış Yazılış tələffüzdən də 20 tələffüzləndəki test 20 idi. dənə. İndi mənsubiyyətə görə testdən deyil səhvlərdir. Var bu hissədən ismi mənsubiyyətə görə 30 dəyişməsin. məndə səhvdir müəllimə. Baxaq, 30-a qədər var kimdəsə? Yoxdur, tamam, onda 30-a baxalım. Varsa deyil. Baxaq 30. 28 müəllimə, 28. 28, baxaq. Deyir ki, hansı cümlədə həm mənsubiyyət, həm də təsirli çalış şəkilsini qəbul etmiş söz işlənmişdir? Bir yeyə baxın. O, Koroğlu dastanını oxuyub bitirdi. Baxın, Koroğlu da qeyri-müəyyən yiyəlikdir. Elə bil Koroğlunun dastanıdır da o. Koroğlu dastanı, mənsubiyyət, Koroğlu dastanının nəyi? İkinci təsirli. Həm mənsubiyyət var, həm də təsirlik var. Koroğlu dastanı, mənsubiyyət, Koroğlunun dastanının nəyi? İkinci ıdakı təsirlikdir. Eyni sözdə həm mənsubiyyət olmalıdır, həm də təsirli. O da edir Y variantı. Günel nə yazmışdın buna? Güneldə idi. Müəllimə B yazmışdım, bəli. D-də belə B, düşünmüsən. B, Sədrin B, B. adam Baba. oxumağı hamımıza xoş gəldi. Onun Onun oxumağı oxumağı. mənsubiyyət. Sən fərqli sözlərdə mənsubiyyət və təsirlik axtarmısan, amma B variantında da təsirlik yoxdur axı. Oradakı oxumağı, onun oxumağı, o mənsubiyyətdir. Da təsirlik al yoxdur. Yoxsa müəllimə, bu təsirli hal məni bir balaca çaşdırır. Bax, Ümumiyyətlə. yəqin ki, I, U, Ü həm mənsubiyyətdədir, həm təsirlikdədir. O Bəli. çatdıra bilər. Çaşdırır, bəli. Mənsubiyyətin Çox qabağına yiyəlik qoya bilirsən, amma təsirliyin qabağına yiyəlik qoyamırsan. Amma məsəl üçün, qələmi ver, nəyi qələmi? Sualını da verə bilirsən. Təsirli halın qabağına o, bunu da artıra bilirsən. O qələmi ver, bu qələmi ver, həmin qələmi ver. Amma mənsubiyyətin qabağına heç nə qoya bilmirsən. Məsələn, qələmi məndədir. Onun qələmi məndədir. Bax, burada qələminin qabağına o qələmi məndədir, bu qələmi məndədir deyə bilmirsən axı. Demək bu nədir? Mənsubiyyətdir. Müəllimə, nə yalan danışım. Mən məktəbi 15 il əvvəl bitirmişəm. Mhm. Ondan bu yana da Azərbaycan dilinin üzünə baxmamışam. O vaxtda hallanma mənə çox rahat gəlirdi. Amma indi o qədər belə, bilmirəm, testlərmi mürəkkəb gəlir, yoxsa mətnmi mürəkkəb gəlir. Hər şey qarışır başımda. Mətn gəlməsi normaldır. Baxın, 15 il, inanın ki, mən də bir il bir dəqiqə Azərbaycan dilinə fasilə verim. Geri qaydanda deyəcəm ki, nə çətindir. Yəni, çox, belə deyim də, yəni, normaldır. Qətiyyən o, belə şey. Amma, yəni, belə deyim də, bura qədər gəlmişsiniz, artıq nə eləmək lazımdır? Yəni, Yox, çalışıram görək də, indi başıma deyir o fikirləri toplamağa çalışıram ki, qarışdırmayım. Xeyirlisi, bura qədər İnşallah. gəlmişsinizsə, demək artıq işin bir 50%-ni görmüsünüz. Özünüzə İnşallah. inanın, ne? Deməyin 15 il fasilə verdim, onun düzü çətindir, amma yəni mümkünsüz olan inan ki, heç nə yoxdur. İnan, mən sizə o qədər dövlət qulluğuna elə tələbələr sizə danışaram ki, yəni mümkünsüzü mümkün eləyən o qədər tələbə olub ki, həqiqətən hər şey insanın öz əlindədir. Şablon Elədir. səhvsə də bu belədir. Yəni çalışın, oxuyun, bura qədər gəlmişsinizsə, artıq siz işinin bir 50%-ni, 60%-ni görmüşsünüz. Burada qalandan sonra da artıq sizin özünüzlə bağlı bir şeydir. Düşünməyin, bir də siz necə fürsət varkən istifadə edin. Həqiqətən fürsət varkən istifadə edin. Alın o sertifikatı, baxın qabağınıza, yəni çalışın. İnsan özündən başqa bu həyatda insana heç kimdə kömək olmur. Hə, Elədir, indi mənim, sağ olun. deyin. Buyurun, siz sağ olun. Yəni siz də çalışın. Niyə də, yəni 15 il yox, 25 ildə fasilə verə bilərsiniz. Yəni çox normaldır bu. Əsas odur ki, istəyiniz var, məqsədiniz var. Hə, indi deyin uşaqlar, buradan başqa varmı? 30 müəllimə demişdim. 30. Baxaq. Nə deyir 30-da? 30 qəşəngdir. Bunu mən sizə keçən dəfə dedim, fərqli cavab burada hansıdır? Zehin, Hə, bildim bunu. oğul, sinif, Demişdiniz. ömür, şəkil. Burada fərqli cavab nədir? Oğlun. İndi gəl şərtə baxaq. Deyir ki, isimlərin birində işarələnmiş şəkilçi bütün məqamlarda mənsubiyyətdir. Oğlundakı o nədir? Sənin oğlun. İkinci şəxsin təkinin mənsubiyyətidir, düzdürmü? Ğın arasındakı u düşübsə, bircə halda düşür. O da mənsubiyyət. Mənsubiyyətdir. Amma zehin, sinif, şəkil, ömürdə mənsubiyyət Mənsubiyyət həm də şəkilçi iki halda düşür. Həm halda düşə bilər, həm də mənsubiyyətdə. Halların ikisində də düşə bilər.
Düzdür bə. Çox sağ ol. Buyurun. Sonra deyin getdik. Var buradan başqa şey test. Müəllim Yoxdursa oxudu getdik hal. tutarım. 105'e. 105. Ha, burada yoxdur səhvinizdə. Gidiyor onda hallanmaya. Deyin hallanmadan səhvlərinizi. Hallanmada kimdə səhv var? Heç kimdə səhv yoxdur hallanmada. Məndə var 6 müəllimə. 6'ya baxaq da. 6. Tamam. Altını hələ ki keçməmişik. İnşallah keçəcəyik. Cümlə üzvlərində keçəcəyik. Yerli halda olan isim harada sualına cavab verəndə yer zərfliyi olur. Ümumiyyətlə harada sualı cümlə üzvü kimi yalnızca zərfliyin sualıdır. Məsələn, evdə dincəlirəm. Harada? Ev sözü nitq hissəsi kimi isimdir. Cümlə üzvü kimi yer zərfliyidir. Harada olacağına yer zərfliyi. O deyilir A variantı. Xəbərin sualları kimdir, nədir, necədir, neçəndirdir? Tamamlıq kimi, nəyi, haranı, təyin necə, nə cür, hansı, neçə, nə qədər, mübtəda kim, nə, har. Sadəcə burada olacaq zərflik deyilir A variantı. Sonra 16. 16. Baxaq, 16-ya qədər var. Yoxdur, 16-ya getdik. 100 saniyə, 16. Nə deyir? Nümunədə yəli halda olan sözləri müəyyən edin, edək. Bir əlində yaz günəşi, birində bahar, neçə bayram qarşılayır bizim nəsillər. Yəli halda olan söz istəyir bizdən. Yaz günəşi. Orada bax yazın günəşidir. Yaz orada qeyri-müəyyən yəli yaldır. Çünki günəşindəki i nədir? Mənsubiyyət. Mənsubiyyət özündən əvvəl nəyini istəyir? Yəsini. Yazın günəşi. Sonra neçə bayram qarşılayır bizim nəsillər. Bax, bizim nəsil. Bizimdəki im nədir? Yəlik. Nəsildəki heç də. İndi mənsubiyyət şəkilçisi yeyin. Demək, Orada bir dənə bizimi bilə bilmədim. Yazı tapdım, amma bizimi nəsə olmadı. Məsələn, bir şey deyim mi? Şəxs əvəzliyindəki şəkilçi, bax, şəxs əvəzliyindəki şəkilçi sadəcə yəli alan şəkilçisi ola bilər. Bax, heç vaxt şəxs əvəzliyi, bunu bilirsiniz, mənsubiyyətə görə əsla dəyişə bilməz. Şəxs əvəzliyi əsla mənsubiyyətə görə dəyişə bilməz. Yəni, birmənalı şəkildə bizimdəki im sadəcə yəli yol ola bilər. Düzdür. Deyə bilərsiniz ki, yəli alır şəkilçisi ın, in, un, ündür. Onu deyə bilərsiniz. Da. Bəs niyə bizimdə im yəli yal götürürük? Çünki bunu əvəzlikdə deyəcəm. Mən və biz əvəzliyi yəli yalda in yerinə im şəkilçisini qəbul edir. Baxın, normalda yəli yalın şəkilçisi nədir? In, in, un, ündür. Düzdürmü? In, in, un, an. Amma mən və biz yəli yalda in yerinə imi qəbul edir. Olur mənim və bizim. Belə. Müəllimə 17-yə də baxa bilərik. Baxaq. Kitab sözü hansı cümlədə adlı haldadır? Birinci Müəllim, kəlmə orada qaydanı. niyə D olmur? Çünki oradakı kitab axı qeyri-müəyyən yəli yaldır. Biz kitabın mağazasına getdik. Çünki mağazasındakı ı nədir? Mənsubiyyət. Mənsubiyyət özündən əvvəl nəyini istəyir? Yəsini istəyir. Kitabın mağazasına. Kitab orada qeyri-müəyyən yəlişdir. Mağazasındakı ı nədir? Mənsubiyyət. Kitabın mağazasına getdik. Biz kitabın mağazasına getdik. Təbii ki, ona görə. Burada adlı xal istəyir A-dır. İnsanın ən yaxın dostu kitabdır. Kitab sözün köküdür. Dır orada nədir? Üçüncü şəxsin təkinin şəxs şəkilçisidir. Cəm, mənsubiyyət, xəbərli şəkilçisi qəbul etmiş sözlər hansı hal sayılır? Adlı xal sayılır. Onun görə cavab A-dır. İnsanın ən yaxın dostu kitabdır. Ona görə. Sonra 20. Mən burada Müəllimə, problemim. 20'ye qədər neçəsə dediniz? 7 dediniz. 23 mən dedim. Bir də 20. 29 müəllimə. 19. 29. Tamam. 20, 29, 20'ye baxaq. Cümlələrin birində fərqləndirilmiş söz adlı xaldadır. Adlı xalın şəkilçisi yoxdur. Amma cəm,
mənsubiyyət, xəbərlik qəbul etmiş sözlər adlı halda artıq bunu bildir. Düzdürmü? Yəni qeyri-müəyyən yiyəliklə qarışdırmışam müəllim. Qələmin sahibi olacaqdı yəqin ki orada. Mən Bəli, qələm bəli. Bax, burada sahibi. cavab deyildi. Sənin qələmin yaxşı yazır. Qələmindəki in nədir? Mənsubiyyət. Məsuliyyət Mənsubiyyət çəkilsin. qəbul etmiş söz hansı ayda adlı hal? Ona görə cavab edir D variantı. Sənin qələmin yaxşı yazır. Mən də A yazmışdım, ona görə başladım. Qeyri-müəyyən yiyəliklə qarışıb yenə Hə, orada. A variantı qələmin sahibi, qeyri-müəyyən yiyəlikdir. B variantı qələmin qiyməti, yiyəlik. Onları orada hesablamamışdım. A-nı yazmışdım bir tək. O da D çıxdı. Tamam. Sonra 23 dediniz. 23 deyən var idi burada. Onda 29. 29'a baxa. Nə deyir? Ha, bu 29 maraqlıdır. Hansı ifadənin tərkibində təsirli yalı söz işləmişdir? Gözəlliyi duymaq. Nəyi gözəlliyi? Yəqin ki, Y düşünmüsünüz, ürəyi döyünən. Uşaqlar, Bəli, müəllim. Ürəyi Y'də döyünən ürəyindəki i-ni mənsubiyyət götürürük. Ürəyi, nəyi döyünən yox. Düzdür, biraz uyğunsuzluq var, razıyam sizlə. Amma ürəyindəki i-ni mənsubiyyət götürürlər. Onun ürəyi. Çünki deyir ki, ürəyin yiyəsi var. Bu ürəkdəki i mənsubiyyətsə, bunun yiyəsi kimdir? Onun ürəyi. Oradakı i-ni mənsubiyyət götürürlər. Yiyəli yal kimi, üzr istəyirəm, təsirli yal kimi düşünməyin. Burada təsirli yal A-dır. Gözəlliyi duymaq, nəyi duymaq? anladım. Sonra buyurun 30 demişdiniz. 30 demişdi. 30 var idi kimdəsə? Yox idi. Tamam. 38 müəllimə mümkünsə. 38. Biz Təbrizdən gül toxumu gətirdik, hədiyyə aldıq. Bu nədir? Təbii ki, qeyri-müəyyən təsirli yaldır. Gül toxumunu gətirdik, hədiyyəni aldıq. Bax, belə də eləyə bilərsən. Bax, gül toxumunu gətir cümlənin əvvəlinə. Gül toxumunu Təbrizdən gətirdik. Gül toxumunun əvvəlinə o, bunu da artıra bilərsən. Biz Təbrizdən o gül toxumunu gətirdik. Uşaqlara o hədiyyəni aldıq. Qeyri-müəyyən təsirli yaldır da şəkilçisini verməyib, gizlən. Nə Mən yazmışsın? yiyəlik düşünmüşdüm. Yiyəlik. Yiyəlik toxumunu, hədiyyəni. Gülün Yiyəlik toxumu. necə olsun? Uşaqların hədiyyəsi kimi. Çünki həm feilin yanında gəlir, feilin yanında gələn sözlər təsirli yanlış şəkilçisini qəbul edir. Bax, elə də tapa bilərik. Gül toxumunu gətirdik, hədiyyəni Biraz bu aldıq. qeyri-müəyyənliklər problem yaradır. Necə? Bəlkə də alışan. Qeyri-müəyyənlər alışana qədər biraz problem yaradır. Bax, feilin yanında gəlməyinə bax. Sonra feilin yanındakı sözü cümlənin əvvəlinə gətir. Hədiyyəni aldıq, o hədiyyəni aldıq. Sonra görürsən ki, bax, İşlədicə təsirli mən yanında. oturacaq görə. İşte, bəli. Sonra var buradan başqa səhviniz? Yoxdur. Yoxdur, sonra yazılış və tələffüzə keçək. Bir saniyə. İsmi yazılış və tələffüzündən. Deyin səhvlərinizi baxaq. 14. 14-cü sual. 10. 10'a qədər var kimdəsə? 14 müəllimə. 10, 14. Ona baxaq. 14. Mən 14 demədim. 14. Hə. İkinizdə də 14'dür. Tamam. Mürəkkəb isimlərin hansının yazılışında səhvə yol verilmişdir? A-dır. Güley, Güzar. Güzarda ü-nün təpəsi olmalıdır. Güzar ü ilə olmalıdır. Bax, Vits admiral düzdür. Vits ilə olan sözlər defslə olur. Əks hücum düzdür. Əkslə olan söz defslə olur. Günəbaxan sözü bitişikdir. Get gəldəki defslədir. Amma Güley, Güzar sözü isə defslə olmalı. Güzar yox, Güzar ü ilə olmalıydı. Yəni hərfin üstü olmadığına görə deyəcəyim Bəli, səhv oldu. bəli. Saatin nöqtəsini qoymadığına görə o da səhv sayılır. Bəli. Sonra Müəllimə 13. 13. Baxaq. Bircə saniyə. Nə deyir? Mürəkkəb isimlərdən hansıların yazılışında səhvə yol verilmişdir? Qaçaqaç düzdür. Aha ilə olan sözlər bitişikdir. Cızmaqara defislə olmalıdır. Səhv elə B-dir. Uşaqlar, D-də çaşdıra bilərsiniz. Soyqırımı sözündə m-dan sonra ı hərfi olur. Soyqırımı, m-ı. Soyqırımı. Yəni o düzdür. Aha, D variantı düzdür. Burada cavab B-dir. Cızmaqara sözü defislə olmalıdır.
B variantı səhvdir. Soyqırım sözünü bəlkə də düşünmürsünüz ki, soyqırım m-dan sonra ı hərfi yoxdur. Xeyr, m-ıdır. Orfoqrafiyada bunu deyəcəm. Soyqırımı da m-dan sonra ı hərfi olmalıdır. Yaxşımı? Sonra başqa var burada səhviniz deyin. Yoxdur. Başqa səhv yoxdursa bağlayıram onu. Belə. Uşaqlar bağlayıram. İndi qrupa sorğu qoyacağam. Səhər saat 11-də istəyirəm qoşulaq. 11 məncə yaxşıdır, münasibdir. Çünki bazar gündür. Axşam qoşulsaq qoşula bilməyəcəyik. Səhər-səhər də dərsimizi keçir. Kimin nə işi varsa görsün də belə deyim. Çox yorulmamış. Dərsi də rekord eləyəcəm, qrupa göndərəcəm. Bir də yəni bu gün verdiyim tapşırıqların heç birinin sabah aidiyyatı yoxdur. Sabah sizə başqa bir dərs keçirəcəm. Çox maraqlı dərsdir. İmtahandan çox düşən mövzulardan biridir. Elə onu da keçib sabah aradan çıxaracağıq əməli yazı nümunələri. Yaxşımı? Bir də zaten mən sizə bazar günləri əlavə dərs demişdim ha. Bu həftə keçirir. Gəlin həftədən etibarən də hər həftə bazar günü sizə onsuz da dərslər salacağım. Yaxşımı? Bir də bazar günü verdiyim dərslərin tapşırığını sizdən bazar günü təhvil alacağım. 1 və 4-ün ora heç bir aidiyyatı yoxdur. Yaxşımı? Belə. Sağollaşıram. Gecəniz xeyrə, yuxunuz şirin. Sağ olun, Allah'a əmanət. Bunlar Sağ olun.